Salam aleykum əziz balıqçılar və balıq həvəskarlar, hamınızı salamlayıram. Sizinlə mən Samir Əfəndi və balıqçı Nathan. Salam aleykum. Aleykum salam. Gəlmişik inşallah, gəlmişik yox, gedirik daha doğrusu. Gedirik Buzovna gölünə. Dünən axşam Sənanla oradaydım. İndi o videonu bundan əvvəl paylaşmışam. Yəni ki, baxmısınız. Bu dəfə də Nathan ilə gedirik. Yenə də axşamüstüdür. Axşamüstü saat 3-dür. 4-ə qalıb 15 dəqiqə. 3-də çıxmışıq evdən, hə. 4-də 15 dəqiqə qalıb. Yəni ki, 5-in yarısıdadır. Orada lotkanı doldurup inşallah girəcəyik. Siz də bizi izləyin. Yəqin ki, maraqlı olar inşallah. Pis olmaz, hə. Axşam balıq dəyir, hə. Sərin hava deyən axşam balıq dəyir. Bir tane paylaşıraq. Natiqdən imkan olsa, Natiqdə çəkişəcək paylaşırsa, mən də inşallah yaxşı olur. Siz də kanala abunə olun inşallah. Sağ olun. Sağ olun. Uşaqlar, gəldik, lotkamızı doldurduq, girdik. Saat 5'e işləyib 25 dəqiqə. Всё. 5'in yarısından başlayırıq inşallah, görən olur. Nə maraqlı olsa çəkəcəyəcəm, sizə baxarsınız. Sizdən bir dənə like və abunə. Qardaşlar, belə bir yer. Dönən də buradan tutmuşduq, yaxşı, həmən yerdir. Əla. İnşallah yenə də yemimiz çörəkdir. Orada həmişə sual verir ki, nəyənət durursunuz? Çörək, ancaq çörək. Çörək qabağı ilə. Başqa heç nə burada işləmir. Yəni yoxlamışıq da, qarıqdanı da yoxlamışıq, qurdu da yoxlamışıq, nə bilim, hər şey yoxlayıb da burada. Onlarla yəni retqet düşür da zəif. Amma ən çox çörək. Çörək yaxşı gəlir. Çörəyin qabığı üzünə, üz tərəfini kəsirsən qayçına. Belə yumurlayıb taxırsan qarmağa. Qarmaqlar da ki, neçəli idi bunlar bizim qarmaqlar? 800 olar. 8 ya 9'dur. 9, 10 belə də qarmaqlar. Belə leska da 3'lü 4'lü nəsə hissi qoyun. Paplavok da quruz 3 qram, paplavok 3 qram. Yox, quruz 5 qram, paplavok 3 qram. Ki yəni quruzu batırsın skazəş. Всё. Qoyursunuz qardaş. Tutursunuz balığınızı. İşte, izleyin bizi. Görən olur inşallah. Gelin gəlir gəlsən uşaqlar. Ya Allah. Sağ ol üzüm. Qamışı aha çıxdı. Sana nə yapayım gülüm? Ha? Yok yok çıxardım. Ha, все, ged yaxşı ol. Sağ ol. Uşaqlar biz gəlir. Birinci gəlir uşaqlar. Bir baxdım ki, paplavok yoxdur. Allah. Ya Allah. Görün, bak, boyları dönaldı. Ha, uşaqlar belə. Belə bir sazan, pis deyil. Allah yetsin. Uşaqlar bir belə bir balıq çıxdı. Bala balığı bir tane. Bala. Bu neyim ağzında? Hə Natıq? Atma ağzına. Bunu yavaşça çıxarsın ki, ağız əzilməsin. Yəni maç eləyirsən. Getdi. Hop. Yazıldı. Qoy geçsin böyüsün. Böyü gəlsin. Bir də var da. Hə. Belə baladır. Hamısı baladırlar gəlir. Hadi. No, bu vuruşuna bax. Bu necə farlı gördün? İnşallah bir dənə malyok. Bir dənə malyok. Biz belə bağları falan bırakırıq. Amma bunu xırçaxıç yiyən oğlanlar var. Bunu xırçaxıç yiyən oğlanlar var. Ay, ağzı yaralanın. Hadi. Yazıq. Ged yaşa. Ona belə getdi. Malyok çoxdur uşaqlar bu gün. Dünən bu qədər deyildiniz. Hə uşaqlar. Yığışırıq da balıq olmadı bu günləri.
Natiqin bəxtindən 2 dəfə də gəlir Natiq heç sanmır. Malok doludur, malok. Mən də bir dənə tutdum, normal. Normal necə belə də dünənkilərdən biri tutdum. Natiq amma heç nə tutanmadı. Ha Natiq? İstirahat elə belli Natiq. İstirahat elədim, balıqsız istirahat elədim. Hayda. İnşallah bu gün malok bilsin nə qədərdir. Vay vay, malok. Çoxdur. Dünən də var idi, amma da bu qədər də yox. Bu günləri hara atırsan malok vurur. İnşallah mən bilən avqustun 15-20-sindən sonra havalar sərinləməyə doğru gedəndə malok onda azalacaq. Onda gəlib inşallah sentyabrdan yaxşı bağlı tutacağıq. İnşallah. Natiq də gələcək onda. Hə Natiq? Allah yetər. Ha, yoxdur, canım. Heç nə, yoxdur da neyini. Malik çox idi, balaca sağ. Hə. İnşallah siz də kanala abunə olun. İnşallah ki bundan sonra yaxşı yerlərə gələcəyik. Görək indi bəlkə bir 2-3 günə şeyə gələcəyik. Hara gələcək Natiq? Ulbaylı, imişdi. Klubaya gələn həftə gələcəyik. Kanına görə ha. Kanala görə gələcəyik bəlkə inşallah. Oranı yoxlamağa. Nə vaxtdan doğru getmirik, gedib də oranı yoxlayaq. Oradan da biz sizə xəbər deyək. Ki balıq var yoxdur deyərik sizə inşallah. Siz də kanala abunə olun. Natiq müəllim də kanalına abunə olun. Balıqçı Natu. Bizi izləyin və like eləyin. Sağ olun. Sağ ol. Çörəyə də atmışıq suya ki, balalar yesinlər.